13-cü suala bax. Şu 12-yə, 12-dəyəm, düzdürmü? 12. Deməli, 12-ni necə yazacağım mən uşaqlar? Deməli, deyir ki, bizə 8 kök altı 2-dir, 4 kök altı 2-dir. Sonra bizə deyir ki, 2 kök altı 2 sonsuz azalan həndəsi silsilə. Nurlan, siz həndəsi silsilə, ədəd silsilə haqqında ümumiyyətlə məlumatlısa, mən uşaqlara keçmişəm bunu geniş şəkildə. Bir də məsələlərini saxlamışım, burada danışacağım. Yox, tamam. Deməli, həndəsi silsilədir. Bu B1-dir oxu. Bu B2-dir, bu da B3. Həndəsi silsilə nədir? İkinci həddən başlayaraq eyni dəfə azala gedir. Oldu? Yəni, məsələn, burada 2 nəyə bərabərdir? B2 bölünsün B1-ə. Elə bir ki, B3 bölünsün B2-yə. Yəni, bu azalan silsilə olduğu üçün azalır, yəni. Bildiniz nə demək istədim? Yəni, burada. Yəni, 2 necə tapılır adətən? B2 böl B1, B3 böl B2. Sonra elə bir ki, necə olacaq burada? Olacaq Bn bölünsün Bn minus 1. Oldu? Yəni, burada 2-nü necə tapacaqsan birinci? İkinci həddə, birinci həddə böləcəksən. 4 kök altı 2 bölünsün 8 kök altı 2. Aldım mən 2-də 1. 2 nə demişdik uşaqlar? 2 demişdik, əgər 1-dən kiçikdirsə, bu halda biz buna nə deyirdik? Nə dedik burada? Deyirdik azalandı. Düzdür uşaqlar? Yadınızda qaldı? Nə deyirdik? Deyirdik ki, əgər bizdə 2-nü 2-də 1 tapırıqsa, 2-də 1 nədir? 1-dən kiçikdir də, düzdür? Nə deyirdik biz buna? Azalan silsilə deyirdik. Elə həqiqətən deyir, sonsuz azalan həndəsi silsilənin cəmini tap. Sonsuz azalan həndəsi silsilədir. Sonsuz azalan həndəsi silsilənin cəmi düsturu belədir. Sn olmur da burada artıq. S bərabərdir sonsuz azalan həndəsi silsilədə. B1 bölünsün 1 minus 2 oldu. Və 2-nün modulu nə olmalıdır uşaqlar? 2-nün modulu kiçik bərabərdir 1 olmalıdır. Kiçikdir 1. Aha. İndi burada B1. B1 nədir burada? Birinci hədd. 8 kök altı 2 bölünsün 1 çıxılsın 2-də 1. Aha. 1-dən 2-də 1 çıxır. Və 8 kök altı 2-ni bölürəm uşaqlar 2-də 1-ə. Burada da nə aldım mən burada? 16 kök altı 2 aldım. 2-də 1-ə bölmək 2-yə vurmaq deməkdir. Cavab oldu nə uşaqlar? A variantı.